Dostlar, hər birinizi xoş gördük. Rəbbin xeyirdualı və bərəkətli bir günündə hər birinizə sülh olsun evlərinizdə, eşiklərinizdə və Tanrımızın hər cür ağıldan üstün olan sülhü hər birimizin ürəyini və düşüncəsini qorusun, bütün insanlarla münasibətlərimizi qorusun İsa Məsihin adı ilə. Amin, amin, amin. Mən Bolu Yaşam Kilsəsinin xidmətçisi Mətanət Hüseynova yenə də sizlərlə birlikdəyik. Bir 3 aylıq fasilə vermişdim. Rəbbə həmd olsun. Fasilə belə idi ki, yəni hər yerdə biz xidmətçilər, Tanrı əgər bizi xidmətçi edibsə, hər yerdə xidmətlərimiz var. Dünyanın hansı ucu bucağı olursa olsun, əgər orada insanlar varsa, demək xidmət də var. Əziz dostlar, məni Rəbb apardı, Rəbb gətirdi və daha da gücləndik, daha da gözəl şəhadətlikləri görərək ruhlandıq, demək olar ki, və yenə də buradayam, sizinləyəm, həmişə sizinləyəm, yəni yenə bu kilsədən sizinlə görüşürəm. İnternet vasitəsilə bizə baxan hər bir bacı qardaşımızı salamlayırıq və deyirik ki, yaxşı ki varsınız, yaxşı ki Rəbbdəsiz, yaxşı ki Rəbb bizi bir yerə toplayıb, bir ailənin üzvləri edib və yaxşı ki siz Rəbbin önündəsiz, 7-ci günündəsiz və bizimlə bir yerdə Rəbbə alqışlayıcı, bizimlə bir yerdə Rəbbə izzət oxuyucu və bizimlə bir yerdə Rəbbin müjdəsini paylayırıq İsa Məsihin adı ilə. Har olursa olsun insan olan yerdə müjdə var, insan olan yerdə xeyir-dua var və bərəkət var, əziz dostlar. Minnətdaram hər birinizə görə Rəbbimə minnətdaram. Bizimlə bir yerdə olduğumuzu görə də Tanrıya şükürlər və izzətlər olsun. Kilsəyə gedə bilməyənlər, bəs kilsəsində iştirak edə bilməyənlər bizlərə qoşulublar və kimisə toplantı saatı hələ gecdir, o da qoşulur və biz də buradan hər kəs üçün dua edirik ki, İzzətli Ata hər birinizin ruhunu gücləndirsin, hər birinizin Rəbbə olan imanını gücləndirsin, hər birinizin o bağlı qapı, necə deyim, qulaqlarınıza xaricdən gələn səslərin qarşısına Rəbbin qiymətli qanını çağırıram və tək o otaqda Rəbb və biz olaq və Rəbbin səsini duyaq, Rəbbin səsini eşidək və Tanrı düşüncəmizə, gözlərimizə, yəni hər bir şeyə indi bu saat hakim olsun, bu müqəddəs ruh özü hakimlik etsin hər bir anımıza və dəqiqəmizə İsa Məsihin adı ilə amin, amin, amin. Bugün 7-ci gündür, əziz dostlar. 7-ci günü nə edirik? 7-ci günü Tanrının önünə gəlirik. Kəlam deyir ki, heç bir iş görmürsən, 7-ci günü mənə həsr edirsən. Və biz onun evladları olaraq, o öz evladlarını mutlu və sevincli, ona olan imanı halında və güvəni halında görmək istəyir önündə. Və bütün həftə boyu onun bizə verdiklərinə görə ona alqış oxumaq, ona izzət oxumaq, öz şəhadətliklərimizi bir-birimizə danışmaq, Rəbbə danışmaq kimidir. Tanrı bunları hamısını görür, duyur və o bizi sevinç içində görmək istəyir, o bizi mutlu, xoşbəxt görmək istəyir və bugün daha çox vaxtımız var, ona alqış oxumaq.